Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Gününüz xeyirli olsun əziz izləyicilər. Hər birinizi mübarək Ramazan ayından salamlayıram. Allah itaət və ibadətlərinizi qəbul etsin. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Biz keçən müzakirələrdə Nisa surəsinin 59-cu ayəsini müzakirə edirdik. Burada olduqca önəmli bir Allah Teala müsəlmanlara mesaj verir. O da üçüncü bir məqama itaət etmək barəsindədir. Allah Teala bu ayədə buyurur: ey iman gətirənlər, Allaha itaət edin, onun Rəsuluna itaət edin və sizlərdən olan əmir sahiblərinə itaət edin. Keçən bəhslərdə biz itaət anlayışını Qur'an-ı Kərimdə müzakirə etdik. Və bu nəticəni aldıq ki, Qur'anda mütləq itaət Allahadır. Allahdan başqa heç bir şəxsə itaət etməməlidir. Məgərən ki, Allahın izin verdiyi şəxs. Allahın izin verdiyi şəxslərdən biri heç şübhəsiz peyğəmbərlərdir. Eyni zamanda İslam peyğəmbəridir. Demək, Allaha itaət əsasdır, əsildir. Bir də Allahın izin verdiyi şəxslərə də mütləq itaət etmək lazımdır. Mütləq itaətin mənası budur ki, yəni o nə deyir, bunu səndən Allah istəyir. Yəni Allah Rəsulu sənə nəyi əmr edirsə, bunun mənası odur ki, Allah da bunu səndən istəyir. Demək, Allaha itaətin mənası insanın yaradanı olduğu üçündür. Əsl məqam sahibi Allahdır, uca olan Allahdır. Ondan sonra izin verdiyi şəxs Peyğəmbərdir. Peyğəmbərə biz nəyə görə itaət etməliyik? Çünki Allahın elçisidir. Allahın sözünü deyir. Yəni nə deyirsə Allahdan deyir. Digər insanlar onun sözünə əməl etdiyi kimi, təslim olduğu kimi özü də gələ öz sözünə təslim ola. Demək, belə deyil ki, risalət, peyğəmbərlik bir məqamdır, yalnız insanlara müəyyən bir hökm desin. Xeyr, Allahın Rəsulu bütün hökmlərini Allahdan deyir. Bu hökmlərə tabi olmaq həm bütün insanlara vacibdir və eyni zamanda bunun özünə də vacibdir, əməl etsin. Məsələn, indi Allah Rəsulu, Allah Peyğəmbəri deyir ki, ey insanlar, Allah sizdən namaz istəyir. Bunun mənası o deyil ki, özü bu qanundan istisnadır. Bunun mənası o demək deyil ki, özü bu qanunu yaradıb kimlərsə üçün. Xeyr, özü hamıdan əvvəl bu qanuna tabi olmalıdır. Demək, Peyğəmbərə itaətin əsas mənası Peyğəmbərin məsum olmasıdır. Yəni, o nə deyirsə Allahdan deyir. Özündən hər hansı bir şey, hər hansı bir hökm heç bir formada ilahi izin, iradə olmadan deyə bilməz. Bu barədə Qur'an-ı Kərimdə çox sayılı rəvayətlər var. Məsələn, Nəcm surəsinin 3 və 4-cü ayəsində oxuyuruq. Bismillah. Və ma yəntiqu anil həva in huvə illə vəhyən yuha. O Peyğəmbər, Allah Rəsulu öz həva-i nəfsindən, özünə söykənən bir hökm deməz. O nə hökm deyirsə, bu hamısı ilahi vəhdir. Və yaxud Həşr surəsinin 7-ci ayəsində oxuyuruq. Və ma atakumur rasul fəxuzuhu. O şey ki, Allah Rəsulu sizə verir, onu götürün. Və ma nəhakum anhu fəntəhu. Sizi nədən çəkindirirsə, ondan çəkinin. Nisa surəsində yenə başqa mənada buyurur. Nisa surəsinin 80-ci ayəsində. Mən yuti'ur rasul fəqad ata Allah. Hər kim Rəsula itaət etsə, Allaha itaət edir. Nəticə, Allaha itaət mütləq olduğu kimi, onun Rəsuluna da itaət mütləqdir. Niyə? Çünki o məsum şəxsdir. Sual, Qur'an-ı Kərimdə risalət məqamından sonra elə bir məqam vardır ki, ona da mütləq itaət vacibdir. Biz dedik ki, Qur'anda xüsusi itaət var, yəni müəyyən işlərdə itaət etmək. Məsələn, qadının öz ərinə müəyyən məsələlərdə itaət etməsi, əgər əri onu Allaha itaətsizliyə dəvət edirsə, bu zaman itaət etməsi vacib deyil. Allah əmr edir, hər bütün övlada ki, valideynə itaət edin. Əgər valideyn ilahi itaətsizliyə çağırsa, bu zaman itaət etməyin. Bu olur xüsusi itaət. Amma sual budur ki,
ümumi itaət Allah və onun rəsulundan başqa bir şəxs üçün var yoxsa yox? Ayənin zahiri budur ki, ulul əmrə itaət etmək mütləqdir. Necə ki Allah rəsuluna itaət etmək mütləqdir, necə ki Allah rəsulu nə desə bütün müsəlmanlara vacibdir ona itaət etsin, ayədən belə başa düşülür ki, əmir sahiblərinə də itaət etmək mütləqdir. Yəni bu əmir sahibi elə bir məqamdadır ki, nə göstəriş versə Allahdan deyir. Özündən heç bir göstəriş vermir. Buradan bu nəticə alınır ki, bu əmir sahibləri kimdirsə məsumdur. Bu aldığımız nəticəni yalnız Şiə almayıb. Eyni zamanda Əhl-i-Sünnə müfəssirləri, mühəqqiqləri də bu qənaətə gəliblər ki, bəli, burada əmir sahibləri kimdirsə, o məsum olmalıdır. İlahi ismətə sahib olmalıdır. Çünki Allah ilahi ismətə sahib olmayan birinin itaətini mütləq formada istəməz. Mütləq formada istəməz. Yəni Allah Teala heç bir formada icazə verməz ki, bir insan Allaha itaətsizliyə səbəb olan, hökm verən bir şəxsə itaət etsin. Gələk insan elə bir şəxsə itaət etməlidir ki, bu şəxs ilahi mənsəbə, ilahi ismətə sahib olmalıdır. Dediyimiz kimi Fəxr Razi və digər mühəqqiq alimlər Əhl-i Sünnədən də bu nəticəyə gəlmişlər ki, bəli, əmir sahibi kimdirsə, o məsumdur. Amma bu məsumun misdaqında, nümunəsində Fəxr Razi və digər mühəqqiq alimlər artıq başqa yolu getmişlər. Məsələn, Fəxr Razi və başqalar deyir ki, ümmətdir, ümmətə itaət nəzərə tutulur burada. Amma Şiə deyir ki, xeyr, burada əsas Həzrət Əli və onun övladlarıdır. İndi reallıqda hansı belə bir məqamı iddia edib, belə bir məqamın özündə olduğunu vurğulayıb, bu artıq tarixi və digər bir mövzudur. Amma aldığımız nəticə bundan ibarətdir ki, bu məqamda kim olursa olsun, o məsum olmalıdır və hər bir sahədə ona itaət etmək lazımdır. Bu aldığımız nəticə bir çox Əhl-i Sünnə mənbələrində yer alan Peyğəmbərə nisbət verilən hədislərin yalan olduğunu ortaya qoyur. Çünki bu ayə ilə bağlı bir çox rəvayətlər var ki, güya, nəuzubillah, Allah Rəsulü buyurur ki, rəvayəti mən tam olaraq oxuyayım, Peyğəmbərdən soruşdular, Yezid Cuafi adlı bir şəxs, səhabə, ya Peyğəmbər, əgər haqqımızı əlimizdən alan, onu bizə qaytarmayan zalim hakimlər bizə rəhbərlik etsə, onda nə edək soruşduqda o Həzrət buyurmuşdur, onların əmrinə qulaq asın və itaət edin. Yəni Allah Rəsulü sanki asi olan, zalim olan bir şəxsə itaət etməyə nədir? Əmr etmişdi. Və yaxud başqa bir hədisdə buyurur ki, Əbu Zərin dilindən maraqlıdır, bunu nəql edirlər ki, Peyğəmbər buyurdu ki, mənim dostum, yəni Peyğəmbər mənə əl-ayaq kəsən olsalar belə tabi olmağı tövsiyə etdi. Yəni Əbu Zər deyir ki, Peyğəmbər dedi ki, hətta bir insan əlin, qolunu kəssə də belə o hakimə itaət etmək lazımdır. Heç şübhəsiz o hakim əgər Allahın sözünü deyirsə, ona itaət etmək lazımdır. Əgər Allahın dinindən anlayışı yoxdursa, Allahı itaətsizliyə dəvət edirsə, heç şübhəsiz buna itaət etmək olmaz. Çünki belə bir qayda var və bu qayda Allah Rəsulunun dilindən çıxıb. Qayda budur ki, la ta'ətə li məxluqin fi məsiyyəti xaliq. Yaradana qarşı üsyanda heç bir yaradılmışa itaət yoxdur. Əgər mən yaradılmışa itaət edərək yaradana asi olacağımsa, ona qarşı çıxacağımsa, Allah Rəsulü buyurur ki, belə bir şəxsə heç bir formada itaət yoxdur. Və nəticə olaraq itaət sahibi, burada əmr sahibi o şəxslərdir ki, bunların məqamı, ismət məqamı var və məsumdular. Və aldığımız nəticə bundan ibarətdir ki, tarix boyu Həzrəti Əlidən başqa və övladı Əlidən başqa heç bir şəxs ismət iddiasında olmayıb. Demək, burada itaət məqamında olan Əli ibn Əbi Talib və ondan sonra gələn onun
11 övladıdır. Gələn bəhslərimizə inşallah bu ayənin digər məsələlərinə inşallah sizlərlə toxunacaq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.